Bismillahirrahmanirrahim. Əgər bir nəfər oruç tutan adam oruç halında ağzında su toplaşsa, bu su çox da olsa, bu şəxsin bu suyu udmaqla orucu batil olmur. Bəzən insanın ağzındakı su toplanar, yəni əlbəttə suyu xaricdən daxil eləməyə. Ağzında su toplana və o suyu oruç halında utsa, bunun orucu batil olmaz. Baxmayaraq o suyun ağzında toplanmağı o şəxsin öz ixtiyarındadır. Məsələn, necə? Oruç tutubdur, yəni turş şeyi yadına salır və o turş şey yadına düşdükdə bunun ağzında su əmələ gəlir. Ağız daxilində, ağız boşluğunda su əmələ gəlir. Və o su əmələ gələndən sonra bu suyu utsa, bunun orucu düzdür, bunun orucu batil olmur. İkinci məsələ, bir nəfər oruç tutubdur. Əgər bunun qarnına bir şey daxil oldu, yəni təbii ki, xaricdən bir şey daxil oldu. Bir dəfə budur ki, bunun ağzı vasitəsilə boğazdan bunun mədəsinə bir şey daxil ola, bu surətdə təbii ki, bunun orucu batil olar. Amma bunun ağzının boğaz vasitəsilə bir şey daxil olmaya və ona yemək və içmək deməyərlər. Məsələn, necə? Məsələn, bir dərman töksün bədənində olan bir yaraya. Çünki məsələn, bunun bədəninin bir yerində yara var və dərman tökür ora və nəticə etibarı ilə o yara vasitəsilə bu dərman getdi onun mədəsinə daxil oldu. Və yaxud dərman tökə bu qulağına, qulağının vasitəsi ilə getdi, bu bunun daxil oldu, bu şəxsin mədəsinə. Yaxud gözünə dərman tökə, bu vasitə ilə bu getdi, daxil oldu bu şəxsin daxili orqanına. Buyururlar ki, bunun orucuna heç bir zərəri yoxdur. Bunun orucu səhihdir, bunun orucu batil olmur. Əssalamu aleykum və rəhmətullah.